Bugün sizə məktəbli naharı üçün bir neçə resept təqdim etmək niyyətindəyəm. Reseptlərin sırasında doyumlusu, tez hazır olanları və fast fooda bənzərləri var. İzləyib özünüzə və övladınızın ağız dadına uyğun olanını seçə bilərsiniz. Beləliklə başladıq. Birinci gün doyumlu bükmə. Bunun üçün qızardılmış toyuq filesi blenderdan keçirilir. Öncəki axşamdan şam yeməyindən qalan toyuq əti də işə yaraya bilər. Fileyə 1 ədəd bişmiş və rəndelənmiş yumurta qatılır. Duz istiot vurulur, ardınca yuxaya mayonez və yumşaq pendir çəkilir. Yuxaya fileli yumurta əlavə olunur. Arzu etsəniz doğranmış duzlu xiyar da əlavə edə bilərsiniz. Bundan sonra yuxa uzunsov formada bükülür. İkinci gün tez bazar nahar. Səhər dərsə gecikərkən və ya ingredient kasıblığı yaşayarkən bu resepti hazırlamaq olar. Yuxaya yarı-yarıya qatılmış kəsmik və şor qarışığı çəkirik. Üzərinə azca duzlanmış pomidor dilimləri düzürük. Amma pomidorların tumlu hissəsini əlavə etmirik ki, yuxa sulanmasın. Daha sonra isə reyhan əlavə edib yuxamızı bükürük. Üçüncü gün məktəbə omlet. Bu omleti hazırlamaq üçün sadəcə yarım stəkan südə, 1 xörək qaşığı un, 1 ədəd yumurta, azca pendir, birazcana da doğranmış göy soğan əlavə edə bilərik. Bu qarışımı çırpırıq və yağda qızardırıq. 2 dilim çörəyin arasına omleti qoyaraq yenə də folqaya bükürük. Dördüncü gün blinçikdə nahar. Axşamdan hazırladığımız blinçikə azca mayonez çəkirik, qızardılmış və didilmiş toyuq filesi əlavə edirik. Pomidor, xiyar düzüb bükməyə başlayırıq. Və naharımız beləliklə hazır hesab olunur. Ev burgeri. Burger üçün ağ çörəyin arasına mayonez çəkirik. 1 yarpaq kahı yerləşdiririk. Kahının üzərinə də mayonez çəkirik ki, toyuq və yaxud da ki kotlet burgerin arasından sürüşməsin. Ardınca toyuq qızartması və ya axşamdan qalmış kotlet qoyuruq. Daha sonra burgerə dilimlənmiş pomidor və dilimlənmiş duzlu xiyar əlavə edirik. Yəqin ki, övladınızın məktəbdə soğan yeməyini istəməzsiniz. Buna görə də burgerdən soğanı ləğv edirik. Məktəblinin nahar çantasına meyvələr də qoymaq olar. Ancaq sulu meyvələr yox, yeyərkən əllərinin batmayacağı meyvələri seçmək lazımdır. Əgər seçiminiz sulu meyvələr olacaqsa, onda övladınıza meyvələrə çöp batıraraq yeməyi tövsiyə edə bilərsiniz. Meyvələri yeməyə həvəsi olsun deyə onları müxtəlif fiqurlu formalarda doğraya bilərsiniz. Hər dəfə nahar çantasına bir şokolad və yaxud da ki şirniyyat qoymaqla övladınıza sürpriz edə bilərsiniz. Ən maraqlı üsulu isə övladınızın nahar çantasına hər dəfə fərqli sözlərdən ibarət olan sevgi dolu bir cümlənin qeyd edildiyi salfet qoya bilərsiniz. Məktəbdə nahar çantasını açan balanız ona yazdığınız sevgi dolu mesajı oxuyarkən naharı daha böyük həvəslə nuş edəcəkdir. Çalışın məktəblinin naharını özünüz hazırlayasınız. Bu həm sağlamlıq, həm qənaət, həm də ananın əllərindən övladına ötürülən sevgi dolu energetikadır.